Fe'l bölməsinə aid, yəni deyəcəyim qeydlər çoxdur. Onlardan biri də ıb şəkilçisidir. Bildiyimiz kimi, ıb şəkilçisi həm fe'li bağlamaq, həm də keçmiş zaman şəkilçisidir. Yəni bunları necə fərqləndirmək olar? İlk növbədə, yəni şəxs sonluğu, nəqli keçmiş zamanı artırırsa, qəbul edirsə, bu olur da, əlbəttə ki, keçmiş zaman. Şəxs sonluğunu qəbul etmirsə, bu olacaq nə? Fe'li bağlama şəkilçisi. Məsələn, həyat insana bağışlanmayıb, borc verilib. Məsələn, bura görürük, artıra bilirik. Gəlin baxaq. Həyat insana bağışlanmayıbdır, borc verilibdir. Gördünüz? İki zaman şəkilçisi bir yerdə işlənmədiyi üçün onun birincisi zaman götürülür, ikincisi də şəxs sonluğu. Belə qeydlər çox olacaq səhifəmdə. İnşallah izləyib baxarsınız və bəyənməyi unutmayın.